Salam, gününüz xeyirli və uğurlu olsun. Monitoring TV-də xəbərlər informasiya proqramını izləyirsiniz. Studiyada mən Aynur Kərimli günün prioritet xəbərlərini sizə təqdim edirəm. Belə ki, Azərbaycanın prezidenti İlham Əliyev aprelin 8-də İran İslam Respublikasının Yol və Şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə hökumətlər arası birgə komissiyasının həmsədri Fərzanə Sadiqini qəbul edib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Bugün Ağdaban qətliamının növbəti il dönümüdür. Erməni silahlı qruplaşmalarının 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində törətdikləri qətliamdan 33 il ötür. 130 evdən ibarət Ağdaban kəndi həmin gün tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib. 32 nəfər qətlə yetirilib. 8 nəfər 90-100 yaşlı qoca, 2 az yaşlı uşaq, 7 qadın diri-diri yandırılıb. Şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib. Bu faciəyə ilk hüquqi siyasi qiymət verən Ulu Öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb. Bunu bütün insanlıq adına utanç kimi səciyyələndirib. Azərbaycan Xarici İşlər Nazirliyi Ağdaban faciəsi ilə bağlı paylaşım edib. Nazirliyin X sosial media hesabında qeyd edilib ki, Ermənistan tərəfindən Azərbaycanlılara qarşı törədilən dəhşətli cinayətlərdən biri olan Ağdaban qətliamından 33 il ötür. 1992-ci ildə 130 evdən ibarət Ağdaban kəndi erməni silahlı birləşmələri tərəfindən yerlə yeksan edilərək tamamilə məhv edilib. 779 nəfər kənd sakini işgəncələrə məruz qalıb. 67 nəfər isə amansızlıqla qətlə yetirilib. Ermənistanın və onun himayə etdiyi silahlı birləşmələrin Azərbaycanlılara qarşı törətdiyi cinayətlərin növbəti bir təzahürü olan Ağdaban faciəsinin qurbanlarının əziz xatirəsini dərin hüzünlə anırıq. Allah rəhmət eləsin deyə paylaşımda vurğulanıb. Bugün Qarabağ Universitetində keçirilən Yeni Dünya Nizamına Doğru mövzusuna həsr olunan 7-ci Ada Siyasi Forumunun iştirakçıları Xankəndiyə səfər edib. Qeyd edək ki, forum Ada Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. Tədbirdə Yaponiya, Amerika Birləşmiş Ştatları, Birləşmiş Krallıq, Çin, Hindistan, İtaliya, Almaniya, İspaniya, Türkiyə, Rusiya, Qazaxıstan, İordaniya, Haşimilər Krallığı və digər ölkələrdən olan ekspertlər, beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər. Müzakirələrdə iqtisadi müstəqillik, texnologiyaların qlobal güc bölgüsünə təsiri və dayanıqlı inkişaf yanaşmaları da gündəmə gətiriləcək. Tədbir öz işini aprelin 9-da Bakıda davam etdirəcək. Muğam mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan muğamı layihəsi çərçivəsində xalq çalğı alətlərinin ifaçılarının ilk dəfə olaraq solo konserti keçirilib. Konsertdə Azərbaycanın görkəmli sənət və iş adamları, eləcə də xarici qonaqlar iştirak edib. Konsertin ən önəmli qonaqları isə Azərbaycan Qan Donorluğu İnkişaf Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul tərəfindən dəvət olunan şəhid anaları idi. Konsertdə Respublikanın xalq artisti Professor Şəfiqə İvazovanın və digər istedadlı musiqiçilərin ifaları böyük alqışla qarşılanıb. İllər öncə məhz Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun vitse-prezidenti məhz Mehriban xanımın başlatdığı muğam müsabiqələrində neçə gənclərimiz bu günləri ən məşhur ifaçılardan biridir və onun timsalında biz qeyd etmək istərdik ki, məhz Beynəlxalq Muğam Mərkəzi və orada keçirilən tədbirlərdə sağ olsun Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyi ki, bizim irsi qan xəstəliyindən xüsusən də şəhid ailələrimizi unutmurlar və bizə xüsusi olaraq fəxri qonaq kimi bizə yer ayırırlar və bu bizi çox sevindirir və xüsusi bunu vurğulamaq istərdim ki, məhz bizim irsi qan xəstəliyinə əziyyət çəkən uşaqlarımız, hansı ki o uşaqlar ay ərzində elə uşaqlarımız var ki, ay ərzində 4 dəfə onlara qan köçürülür. Biz bu cür tədbirlərdən qıraqda qalmırıq və bu da təbii ki, dövlətimizin bizə və insanlara, cəmiyyətə verdiyi bir dəyərdir. Bu muğam gecəsində bizim çox tanınmış ustadlarımız iştirak edəcək və inanıram ki, gələn izləyicilərimiz də, gələn qonaqlarımız da çox gözəl bir xoş təəssüratdan buradan ayrılacaq. Xoş halımıza ki, bu günləri biz milli dəyərlərimizi qoruyaraq
belə bir konsertlərdə, Xeyriyyə adlı bir konsertlərdə iştirak eləyirik. Mən dərin təşəkkürümü bildirirəm. Burada böyük rol alan Azərbaycan Qandorluq İdarə Heyətinin sədri Fuad Rəsulova və dövlətimizin, millətimizin, başda cənab prezidentimizə təşəkkür eləyirik. Mehriban xanımın xeyriyyəçiliyinə, o yolla getməyimizə görə, onun yanında olmağımıza görə özümüzə borc bildiyimiz üçün bir daha yenə təşəkkür eləyirik. Allahımıza təşəkkür edirik ki, bugün bunu bizə yaşadır, həmd olsun. Allah şəhidlərimizin ruhunu şad eləsin. Çünki şəhidlik belə böyük zirvədir. O da bizim bir ənənəmizdir ki, şəhidlərin yolu ilə gedirik, onlara necə deyim, kömək oluruq, onların ailələrinin yanında oluruq. Biraz da dünya gündəminə nəzər yetirək. Vaşinqtonla Tehran arasında danışıqların mümkün uğursuzluğu İran üçün son dərəcə mənfi nəticələrə səbəb olacaq və ölkə özünü böyük təhlükə ilə üz-üzə qoyacaq. Bunu Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump deyib. Düşünürəm ki, İranla danışıqlar nəticə verməsə, ölkə böyük təhlükə qarşısında qalacaq. İran nüvə silahına malik ola bilməz. Danışıqlar nəticə verməsə, düşünürəm ki, həmin gün İran üçün çox pis olacaq, deyə Trump bildirib. Bundan əvvəl ABŞ prezidenti İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə misli görünməyən bombardmana məruz qalacağını bildirmişdi. Həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan danışan Donald Trump onun çox güclü və ağıllı adam olduğunu deyib. Türkiyə Suriyada heç kimin edə bilmədiyi şeyi etdi. Ərdoğan çox güclü və ağıllı adamdır. Bunu Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra söyləyib. Ərdoğanla əlaqələrinin çox yaxşı olduğunu vurğulayan Trump, Türkiyənin Suriyadakı rolunun çox mühüm olduğunu vurğulayıb. Mən Ərdoğanla çox yaxşı münasibətdəyəm. Bilirəm ki, mətbuat Ərdoğanı bəyəndiyimə görə mənə qəzəblidir. Amma mən onu bəyənirəm, o da məni bəyənir və bizim heç vaxt problemimiz olmayıb, deyə Trump öz sözlərinə əlavə edib. İsrailin baş naziri Benyamin Netanyahu isə Ərdoğanla bağlı Trumpdan kömək istəyib. İsrailə hücum məqsədi ilə Suriyanın baza kimi istifadə edilməsini istəmirik. Bunu İsrailin baş naziri Benyamin Netanyahu Amerika Birləşmiş Ştatlarının lideri Donald Trumpla görüşündən sonra verdiyi açıqlamada deyib. Onun sözlərinə görə İsrail Türkiyə ilə münaqişənin tərəfdarı deyil. Trumpın Ərdoğanla yaxşı münasibəti mövcuddur. Onun bizə kömək etməsini istəyirik. Trumpla Türkiyə ilə münaqişənin qarşısını necə ala biləcəyimizi də danışdıq, deyə baş nazir öz sözlərinə əlavə edib. PKK tərəfdarları liderləri Abdullah Öcalanın çağırışına əməl edib silahlarını yerə qoysalar, bütün yaxın şərq və onun xalqları bundan faydalanacaq. Bunu Türkiyənin Xarici İşlər naziri Hakan Fidan İraqın UTV telekanalına müsahibəsində deyib. Ümid edirik ki, PKK Öcalanın bu çağırışına qulaq asacaq və ona əməl edəcək. Bu həqiqətən də Kürdlərin özlərinə və yaxın şərqdə yaşayan bütün xalqlara fayda verəcək, deyə o bildirib. Hakan Fidan əmindir ki, xüsusilə PKK tərəfdarları İraq daxilində vəziyyətə dağıdıcı təsir göstərir və hətta ərazilərinin bir hissəsini işğal ediblər. Bu baxımdan o, Bağdadın hazırda IŞİD-ə qarşı mübarizə apardığı kimi PKK ilə də mübarizə aparacağına ümid etdiyini bildirib. Və biz ölkə gündəmindən digər xəbərlərlə davam edirik ki, Göyçayda yas mərasimi zamanı evin eyvanı uçub. Hadisə rayon sakini Fərahim Vahidova məxsus evdə qeydə alınıb. Evdə yas mərasimində iştirak edən qadınların oturduğu evin ikinci mərtəbəsinin eyvanı uçub. Nəticədə 8 qadın həmin eyvandan yıxılaraq müxtəlif bədən xəsarətləri alıblar. Araşdırma aparılır. Bakıda kişi qohumunu öldürməkdə şübhəli bilinir. Hadisə ötən gün Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb. 39 yaşlı Hüseyin Şirinov qohumu olan 27 yaşlı Nail Həsənovu öldürüb. Hazırda Hüseyin Şirinovun saxlanması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət işi başlanılıb. Bakıda qətl törədilib. Aprelin 7-si saat 19 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkında qadın bıçaqlanaraq qətlə yetirilib. Öldürülən qadının 39 yaşlı Sevinç Məhərrəmova olduğu müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən onun həyat yoldaşı 45 yaşlı Natiq Məhərrəmov saxlanılıb. Onun qısqanclıq zəminində hadisəni törətdiyi bildirilir. Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Sumqayıtda qanunsuz tikilən hasar sökülüb. Şəhərin 76-cı məhəlləsində zəbt edilən ərazidə qanunsuz hasarlama işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Müraciət əsasında Fövqəladə Hallar Nazirliyinin tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyi tərəfindən əmlak məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan hasar sökülüb. Futbolla bağlı xəbərlərimiz var, onları da istəyərdim sizə təqdim edim. Belə ki, bugün UEFA Çempionlar Liqasının 4-1 final mərhələsinin ilk oyunlarına 2 qarşılaşma ilə start veriləcək. İlk oyun günündə Arsenal klubu Real Madridi, Bavariya isə Interi qəbul edəcək. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qeyd edək ki, ilk görüşləri aprelin 9-da yekun vurulacaq. Cavab maçları isə bir həftə sonra keçiriləcək. Beləcə bu günə və bu saata sizə çatdıracaqlarımız bunlar idi. Xəbərlərdən xəbərdar olmaq hər zaman sizin hüququnuzdur. Diqqətinizə görə təşəkkür edirik.